Obyektivdə bu mövzular müzakirə olunacaq. Qanunvericilik nədir? Bioloji valideynlər və uşağın qəyyumları, himayədar valideyn ola bilməzlər. Kiməsə yaxınlaşıb mikrofon tutub sual versən ki, övladlığa uşaq götürərsən, deyəcək hə, əlbəttə götürərəm. Amma faktlar bu deyil axı. 31 dənə himayədar ailəmiz var. Elələri var ki, elə körpə yaşlarından axı gəliblər sığınacağa. Yəni onlar heç ana, ata ifadəsi işlətməyiblər, ev nədir bilmir. Uşağı aparıb verin müəssisəyə, dövlət baxsın və müəyyən vaxtdan sonra gəlib uşağı geri götürəcəm anlayışı var. Siz nə düşünürsünüz? Bu mədəniyyət bizdə də formalaşırmı? Bunu yaşı çox olan bir xarici ölkənin himayədar ailə institutuna müqayisə etməyimiz də düzgün deyil. Amma gəlin etiraf eləyək ki, ən uşaqsevər millət bizik. Himayədar ailələr ümumiyyətlə o qədər də mediaya açıq adam deyirlər. Həyatımda çox böyük dəyişikliklər oldu. Mama, neysə? Realın obyektiv verilişini izləməklə siz həmçinin ölkənin ilk sosial internet televiziyası olan Dost TV-nin təqdimatında ölkənin sosial gündəmini izləyə, baş verən sosial hadisələr barədə ətraflı məlumat ala, bir sözlə sosial hüquqlarınızdan xəbərdar ola bilərsiniz. Bugün saat 18:30-da obyektivi izləməyi unutmayın.